Zəfər günü münasibəti ilə təşkil olunan tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə baş tutub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmməd Rəhimov çıxışında xalqımızın şanlı Zəfər gününün böyük qürur hissi ilə qeyd olunduğunu bildirərək, bu tarixi günün dövlətimizin gücünü və xalqımızın birliyini bir daha nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, əldə olunan bu qələbə ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoyub və bütün sahələrdə, o cümlədən rəqəmsal inkişaf istiqamətində həyata keçirilən işlərə mühüm təsir göstərib. Nazirliyin əməkdaşı Ramin Yusifov Naxçıvan Muxtar Respublikasında rəqəmsal xidmətlərin genişləndirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi və innovativ həllərin təşviqi istiqamətində icra olunan layihələr barədə ətraflı məlumat verib. Sonra Nazirliyin cari il ərzindəki fəaliyyətinə həsr olunan təqdimat edilib. Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı çərçivəsində həyata keçirilən layihələr mövzusunda sual-cavab sessiyası da keçirilib. Sessiyada iştirakçılar həyata keçirilən layihələr, rəqəmsal infrastrukturun genişləndirilməsi, eləcə də poçt və nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıblar. Bir çox işlər artıq başa çatdırılmışdır. Dediyim kimi bu layihələr, komponentlər bir-birini tamamlayan layihələrdir. Dediyim kimi, Muxtar Respublikada fiber optik internetin istifadəçilərə verilməsi üçün həm GPON layihəsi, həm IP-MPLS, WiMES və BRAS texnologiyaların alınması layihələri bir-birini tamamlamalıdır. Bunların GPON layihəsi, pasiv optik şəbəkə avadanlıqlarının alınması, IP-MPLS avadanlıqların alınması və Muxtar Respublikanın nəzərdə tutulmuş ATS-lərində quraşdırılması işləri artıq yekunlaşmaq üzrədir. Həmçinin Naxçıvan şəhərində son bir ay ərzində 15.000 metrdən çox müxtəlif tutumlu optik xətlərin çəkilməsi həyata keçirilib ki, bunlar da dediyimiz kimi bizim hədəflədiyimiz fiber optik internetin verilişi üçün mərhələli bir addımlardır. Əlbəttə ki, digər bizim layihələrimiz də var. Poçt sahəsində dövlət proqramına uyğun olaraq poçt sahəsində idarəçiliyin və xidmət keyfiyyətinin artırılması üçün 2024-cü ildə icrasına başlanmış bizim layihəmiz olmuşdu. Biz bütün poçt şöbələrinin və Naxçıvan Poçtun aparatının kompüter parkını yenilədik. Yeni printerlər, UPS-lər və digər texniki avadanlıqlar alınaraq istifadəyə verilmişdir. Bunlar hamısının məqsədi xidmət keyfiyyətinin artırılmasına xidmət edir. Digər dövlət proqramları da uğurla icra olunmaqdadır. Yəni, bunların hamısı mərhələli şəkildə bir-birinin ardınca icra olunur. Tədbirin sonunda Zəfər günü münasibəti ilə qazilərə plaketlər təqdim edilib. Eləcə də Nazirlik tərəfindən həyata keçirilən layihə və təşəbbüslərin ictimaiyyətə çatdırılmasında göstərdiyi dəstəyə görə media nümayəndələri də təltif edilib. Oruç Mirzəyev, xanım Rüstəmzadə, Rəşad Hüseynov, NTV Xəbər.